Nauru, Nauru Azərbaycandan 12.303 km uzaqlıqda yerləşən dünyanın ən kiçik ada ölkəsidir. Nauru Avstraliyanın şimal-şərqində yerləşən və 10.000 əhalisi olan bir ada dövlətidir. Nauru həmçinin Vatikan və Monakodan sonra dünyanın ən kiçik üçüncü ölkəsidir. Ekvatorial bölgədə yerləşən Nauru demək olar ki, hər bir ada dövləti kimi sakit mühiti və təbii gözəllikləri ilə diqqət çəkir. İlk baxışda ən böyük gəlirinin turizm olacağı düşünülsə də, adaya gəliş-gedişin çətin olması səbəbindən Nauru heç vaxt turistlərin sevimli yeri olmayıb. Ölkədə biri dövlətə məxsus olmaqla yalnız 2 otelin olması turizmin vəziyyətini açıq-aydın göstərir. Ayrıca adada nə taksi, nə də ictimai nəqliyyat var. Ölkə vətəndaşları ancaq şəxsi maşınlardan istifadə edir. Lakin təbiət Nauruya fərqli nemətlərini bəxş etməkdən geri qalmayıb. Yüzillər boyu dəniz quşlarının nəcislərinin yığılması nəticəsində yaranan fosfat mədəni bir vaxtlar ölkənin ən mühüm gəlir mənbəyi olub. Nauruda insanlar işləməyi çox da sevmirlər. İllər boyu bu mədənlərdə digər adalardan işçilər gətirib işlətmişlər. Həm də öz vətəndaşları arasında işsizlik nisbəti 90% olarkən. Ancaq illər ərzində fosfatın azalması ilə ölkə rəhbərliyi yeni axtarışlara girib. Mədənlərdən əldə olunan pullarla Avstraliyadan və Amerikadan ərazilər və binalar satın alıblar. Gələcəyə yönəlik iqtisadi planı bu əmlaklardan gələcək kirayələrlə bağlı olan ölkə bir tərəfdən də qanunsuz çirkli pulların yuyulması mərkəzi olaraq azalan mədənləri ilə yaranan iqtisadi çətinliyə bu yolla həll tapıb. Ölkədə fosfat mədənləri işlədilərkən əkin sahələri və balıqçılığa böyük zərər verilmiş, buna görə də xalqın balıq və tərəvəz istehlakı azalmışdı. Nauru vətəndaşları heç bir genetik problemi olmamasına baxmayaraq, fast food üslubunda qidaların ölkəyə gəlməsi və fiziki fəallığın azalması ilə dünyanın ən obez ölkəsi halına gəlib. Bugün ölkənin 95% artıq çəkiyə sahib, 80% isə obez sinfinə daxil olacaq qədər kökdür. Təbii olaraq da ölkədə yetkin əhalinin çoxu şəkər xəstəliyindən əziyyət çəkir. İşsizlik və kökəlmə sahəsindəki birincilikləri yetməzmiş kimi, Naurulular 54%lik siqaret çəkmə vərdişləri ilə də dünya liderliyinə yüksəlmişlər. Adalılar siqaret asıllığına görə bənzər bölgələrdəki ölkələrdən 10 il daha qısa olan 65 illik orta ömür uzunluğu ilə də dünya sıralamasında geri qalıblar. Siz də Nauru haqqında bildiyiniz ən maraqlı məlumatları yaza bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəkdə ola bilərsiniz.